isim bölməsinin testlərinə baxırıq. Xatırladım ki, bu testlər 2025-ci ildə Time-ın yeni nəşri çıxmışdı, həmin nəşrdəndir. Deməli, birinci suala baxırıq. Complete the sentence with the most appropriate option. Cümləni ən uyğun variantla tamamlamalıyıq. Bu tip testlərdə biz daha çox variantlara baxırıq. Cümlədən daha çox variantlara. Cümlədə sadəcə bizə nə lazımdır? Xəbərin təkliyi və ya cəmliyi. Composed by Beethoven, continue to inspire musicians around the world. Deməli, composed by Beethoven bu sadəcə təyindir. Yəni, bunun bizə heç bir əhəmiyyəti yoxdur. Continue xəbər cəmdir. Demək ki, xəbərimiz cəm olduğuna görə variantda bizə lazım olan ismi birləşmə cəm formada olmalıdır. Və eyni zamanda biz music piece-dən daha çox piece of music-dən istifadə edirik. Piece of music. Ona görə heç A variantı ilə B variantına baxmırıq. C variantında this piece of music təkdir. Onda gərək onun xəbəri də tək olaydı. Continuous olmalı idi. Continuous. Xəbər tək olmalı idi. Ona görə A variantını da götürmürük. D variantı these pieces of music. These işarə vəzliyi cəmdir. Özündən sonraki numerativ sözdə cəmdir. Yəni biz oflu birləşmədən əvvələ baxırıq həmişə. Piece, bunlar numerativ sözlərdir də. Numerativ sözlər özləri sayılan isimlərdir. Və özləri əgər qarşısındakı təyin deyim, əvəzlik deyim, kəmiyyət bildirən söz, say varsa cəmlənməlidir. Ona görə D variantını götürürük. These pieces of music. Cəm hesab olunduğuna görə xəbər də cəmdir. Y variantının nəyi səhvdir? Music pieces, yəni bu tamamilə yanlış quruluşdur. Deməli, düzgün cavab D variantı. Sonra ikinci suala baxırıq. Yenə uyğun cavab istəyir bizdən. The university's admission criteria. Bilirik ki, baxın variantlarda kriteriya, kriteriya, kriterion, kriteriya, kriterion. Deməli, bunlar Yunan, Latın, Roman mənşəli alınma sözlərdir. Və sonu onunla bitənlər tək olur və aya çevriləndə isə cəm olur. Deməli, kriteriyondursa xəbəri tək olmalıdır, kriteriya xəbəri cəm olmalıdır. Baxırıq indi. A variantında the university's admission criteria universitetin qəbul kriteriyaları deməkdir. Include high academic performance, extracurricular involvement and a strong personal statement. Deməli, burada heç bir problem yoxdur. Universitetin qəbul kriteriyaları dediyinə görə apostrof S-i university'yə əlavə etmişik. Burada problem yoxdur. Kriteriya cəmdir və xəbər də cəmdir. Include. Sonra performance sayılmayan isimdir. Artikla ehtiyac yoxdur. Involvement sayılmayan isimdir. Statement qarşısında da təyini var və təyinləri var daha doğrusu. Qeyri-müəyyənli artiklı var. Yəni burada heç bir qayda pozulmayıb. Cavabı A götürür. İndi amma digər variantlara baxaq. The university's admission criteria. Kriteriya cəmdir. Includes xəbəri təkdir. Digər tərəfə baxmıram. Cümlənin digər tərəfində heç bir problem yoxdur. Sadəcə olaraq xəbər təkdir, isim cəmdir amma. C variantında the university's admission criterion təkdir. Include veribdir, xəbəri cəm verib. Criterion includes olmalıydı. Ona görə səhvdir. D variantına baxırıq. Apostrof S-i səhv veribdir. Universitetin qəbul kriteriyası deyəndə apostrof S university'də olmalıydı. Kriteriya cəmdir, include cəm xəbərdir, düzdür. Digər tərəflərdə elə bir problem yoxdur, yenə də səhvdir. The university admissions yenə apostrof S-i veribdir. Əsas ismi saxlayıb digərinə verib. Kriterion tək, xəbər tək, amma yenə də apostrof S-in yeri səhv olduğuna görə bu da səhvdir. Düzgün cavab A variantı. Testdən bizdən düzgün cavab istəyir. Appropriate uyğun deməkdir də. Yəni, find out the most appropriate option. Ən uyğun seçimi tapın. Yəni, ən uyğun variantı tapın. There are several endangered species. Deməli, baxırsınız,
Species də deyə bilərsiniz, species də deyə bilərsiniz. Bunlar formaca cəm olub, təki cəmi eyni olan isimlərdir. Yəni, nə deməkdir? Tək də ola bilər, cəm də ola bilər. Tək də ola bilər, cəm də ola bilər. Biz onların təkliyini, cəmliyini nədən bilirik? Yan yörəsindəki, məsələn, ətrafında qeyri-müəlli artiklı varsa, say varsa, kəmiyyət bildirən söz varsa və yaxud da xəbərinə baxa bilərik, xəbər təkdirsə. Məsələn, indi A variantına baxırıq. A variantında zəra verirsə və several varsa, bilirsiniz ki, several özündən sonra yalnız və yalnız cəm isimlər götürür. Demək ki, onda burada species cəmdir. There are several endangered species in the Amazon rainforest that need protection. Burada da xəbər də, nisbə vəzifdən sonraki xəbər də cəmdir. Deməli, A variantı düzdür. Digər variantlara baxaq. This book series, əgər this-dirsə, yəni işarə vəzli təkdirsə, deməli, bunun özü də təkdir. Series təkdir. Formasında cəmlik olmasına baxmayın. Yenə deyirəm, həm tək ola bilər, həm cəm ola bilər. Biz bunu this-dən bildik ki, təkdir. Və explore deyirsə, tədqiq edir. The evolution of various species over millions of years. Deməli, explore burada xəbərdir. Və tək ismin tək xəbəri olur. Sonra vəssalam, yəni buradakı səhvlik ancaq buydu. C variantına baxaq. Scientists have discovered a new plant series. Article var deyə, species daha doğrusu. Baxıram, article var, deməli, species burada təkdir. A new plant, yeni bir bitki növü deyirik. That thrive in extreme conditions. Thrive da qalmaqdır da, yaşamaq. Neçə illər boyunca o həyatda qalmaq. Ekstrem və ekstremal şərtlərdə bu yeni bitkinin bir növü var ki, ekstremal şərtlərdə törüyür, çoxalır, thrive. Deməli, xəbəri tək olmalıydı. Əgər nisbə vəzinin uzlaşmasına nə keçmişik? Nisbə vəzinin əvvəlki isim sonraki xəbərlə uzlaşmalıdır. Bu da belə. D variantında each-dən sonra bilirsiniz ki, xəbər təkdir. İsim tək olmalıdır. Each species in the coral reef play deyil, place olmalıydı, əgər xəbərimiz təkdirsə. A crucial role in maintaining the ecosystem. Buradan o tərəfədə bir problem yoxdur. Y variantında financial support and community involvement are an essential means. An article varsa, deməli, means də burada təkdir. Amma financial maliyyə dəstəyi və community involvement, cəmiyyətin orada rolu 2 dənə olduğuna görə R veribsə, burada an olmamalıydı. Essential means for the project success, layihənin dəstək uğuru üçün vacib vasitələrdir. Söhbət həm financial supportdan, həm də community involvementdan gedirsə, onda cəm olmalıydı. Bu da burada səhv. Cavab A variantı. Sonra 4-ə baxırıq. Appropriate variant, uyğun variant istəyir. The bread is as soft. Breaddir, cottondur. Bilirik ki, sayılmayan isimdir. Coffeedir, sayılmır. Coffeedir, sayılmır. Cottondur, sayılmır. İndi baxaq, görək işlənmə qeydlərinə baxacaq. Çörək pambıq qədər yumşaqdır. Həm ümumilikdə danışırıq, olsun eb yoxuza bread versin. Hansısa bir alınmış çörək ola bilər. Fərqi yoxdur. Z-nin o qədər də böyük rolu yoxdur burada. Əsas səhv burada nədir? Pambıq materialdır. Və bilirsiniz ki, material olaraq cottondur, silkdir, nə bilim. Bunlar sayılmayan isimlərdir və artikldan işlənə bilməz. Bir səhvdir. This is a Turkish coffee. Əslində coffee də sayılmır. Yəni, flutların içindədir də, mayedir. Amma növündən danışarıqsa, coffee sayıla bilər. Yəni, artikldan işlənə bilər deyək də, sayıla bilər yox, artikldan işlənə bilər deyək. Əlimdə idi, çıxdı, özür sayın. Buradaydı. Deməli, burada birinci səhv buydu və 2 düzdür. Coffee olsun, başqa bir şey olsun. Növündən danışırıqsa, türk kofesidir.
Bu artikeldən işlənə bilər. A cotton is a natural material. Burada material olaraq pambıqdan söhbət gedirsə, artikel işlədə bilmərik. 3-də səhvdir, 1 səhvdir, 3 səhvdir. I have a coffee once a day. Burada niyə qeyri-müəyyənli artikeldən işlənir? Gündə bir dəfə 1 fincan çay içirəm. Əslində a cup of coffee olmalı idi. Sadəcə sadələşdirmişik və kapı oradan yığışdırmışıq. Ona görə bu variant düzdür. Two coffees ola bilər. Məsəl üçün two coffees belə ola bilər. I have gündə bir dəfə 2 fincan, gündə 2 dəfə olsun da. Two coffees. Belə də deyə bilərəm. Gündə 2 fincan kofe içirəm. Yəni bu 2 cups of coffee-yə bərabərdir də, ona görə düz götürürük. Deməli burada cavab nə oldu? 2-4. D variantı. Sonra keçdik 5-ci testə baxaq. 5-də nə istəyir bizdən? Matthew Halves. Yarım hissələri uyğunlaşdırıb birləşdirməliyik. Board nədir? Vəkillərin, direktorların filan kollektivinə board deyilir. Ona görə a board of directors. Nədənsə direktor və indirect. Bunlar belə daha çox adamın dilinə yatır. Director deyəndə mənə qəribə gəlir. A pack of cards. Bu da pack paketdir. Bir paket kart. Bir kart kağızla pack işlənir. Bir də it canavar sürüsündən işlənir. İndi burada kart deyə kartı götürürük. A school of fish balıqların dəstəsinə deyilir. A hive of bees də arıların, həşəratların dəstəsinə deyilir. Deməli, 1 oldu D. 1D. Sonra 2B. Deməli, cavab D variantı olacaq. 1D, 2B, 3C, 4A. B variantı. 6-cı testə baxırıq. Find out the wrong option. Səhv variantı istəyir bizdən. Bunlar da alınma isimlərdir. Deməli, bakteriyadır, analisisdir, datadır, sonra crisisdir, graffitidir. Deməli, bunlar Yunan, Latın, Roman mənşəli alınma isimlərdir. Yəni, sıradan bir S şəkilçisi ilə cəmlənmir. Tutaq ki, burada bakteriya cəmdir. Onun tək forması bakteriumdur. U-mu? Bakterium. Bakteriya cəmdir, xəbəri də cəmdir. Deməli, bu düzdür. Data cəmdir, çünki tək forması datumdur, datum yazılır. Amma burada indi data analysis. Sonu islə bitənlər cəmlənəndə S-ə çevrilir. Demək ki, is təkdir, xəbəri də təkdir. Bu da düzdür. Yəni, düzgündür. Bizdən səhv istəyir də. Data burada cəmdir. The needed data. Amma indi belə bir şey deyək. Michael Simonda belə bir şey yazmışdı ki, bir datumdur. Datum. Niyə silinir bilmirəm. Bir də mediumdur. Media sözü var. Bunların tək forması umla bitir. Cəmlənəndə olur data və media. Təkcə bu iki ismin adını çəkmişdi. Hər ikisi formaca əslində qanuna, qaydaya uyğun olaraq cəm olsa belə, cəmlənmiş olsa belə, hal-hazırda saymən isim kimi işlənirlər. Data, media. Ona görə burada datanı tək götürə bilər, problem yoxdur. The needed data was collected from various sources to improve the accuracy. Görürsünüz, was collected, xəbər də təkdir. Sonra ona əsasən bu qaydanı belə, amma istisnadır, yəni bu. The organization must act quickly to address the environmental crisis. Crisis təkdir. Burada yazmışdım ki, sonu islə bitirsə təkdir. Cəmlənsə S olmalıdır. İndi fikir verin, nisbə vəzlik və xəbər. Were crisisin xəbəridir. Bəs niyə cəmdir? Deməli, səhvdir. Crisis that was caused by the oil spill belə olmalıydı. Deməli, səhv cavab D variantıdır. Yəni, bunun izahı var da, C variantında tutaq ki, data cəmdir formaca, amma xəbəri tək götürüb. Onun izahını verə bildik. Amma krizisin elə bir izahı yoxdur ki, haradasa cəm sayıla bilər filan. Numerous-dan sonra cəm isim gəlir. Graffiti cəmdir. On the city walls add a splash of color. Xəbəri də cəmdir.
Deməli, düzdür. Bu da düzdür. Cavab oldu D variantı, səhv cavab. 7-ci testə baxırıq. Düzgün cavab istəyir bizdən. Are Adolf and Nora's mother heroines? Belə bir qayda var. Əgər iki isim varsa, onların ortaq əşyası varsa, sonuncu ismə qoyulur apostrofis. Amma hərənin öz əşyası varsa, Y variantında olduğu kimi, hərənin özünə apostrofis qoyulur. İndi baxırıq, qaydırıq A variantına. Əgər hərənin özünün apostrofisi yoxdursa, deməli bunlarda ya ortaqdır, ikisinin bir anası var. O zaman maza tək olduğuna görə xəbər də tək olmalıydı. B-dəki kimi, bax, is Adolf and Nora's mother. Demək ki, ortaqdır. Adolfun və Noranın anası. Sadəcə B-də səhv nədir? Heroin sözündə hı səs verdiyinə görə ən yox artikel işlənməlidir. Heroin. Burada səhv sadəcə budur, amma başqa qrammatik səhv yoxdur. Yəni, yəli halda səhv yoxdur. Deməli, iki isim var. Sonuncuya apostrofis qoyulub və onlara aid olan isim təkdir. Xəbər də təkdirsə, deməli, ortaqdır. Amma A variantında verib iki isim var. Sonuncuya apostrofis qoyulub. Onlara aid olan isim təkdir. Amma xəbər cəmdirsə, deməli, burada iki nəfər var. Kimdir o iki nəfər? Noranın anası və Adolf. Yerini dəyişin elə olanda səhv salmamaq üçün belə ola bilərdi də. Nora's mother and Adolf are heroines. İndi səhv nədir bəs? Noranın anası qadındır. Adolf isə kişidir. Ortaq da olsa variant yanlışdır. İki nəfər də olsa variant yanlışdır. Heroin, qəhrəman qadın deməkdir. Onda Adolf ora aid deyil. Ən yaxşı bunun düz cavabı belə olardı ki, is Adolf and Nora's mother a heroine. Belə olmalıydı. Keçdik C variantına. Deməli, A da B də səhvdir. Were Nora and Adolf's mother remembered as heroines? İndi baxaq. Nora var, bir nəfər, Adolfun anası iki nəfər. Ortaq ola bilməz. Niyə? Çünki xəbərimiz cəmdir. Mazaya görə xəbər tək olsaydı ortaq olardı. Adolf's mother and Nora were remembered as heroines. İki qadın var. Biri Adolfun anasıdır, biri Nora'dır və bunlar qəhrəman kimi xatırlanırdılar. C variantı düzdür. Were the sister of Adolf's granddads welcomed as heroines? Adolfun babalarının bacıları bacısıdırsa əgər xəbər tək olmalıydı. Was the sister of Adolf's granddads welcomed as a heroine olardı. Yox, əgər bu halda belə olsaydı da düz olardı. Were the sisters of Adolf's granddads welcomed as heroines? Adolfun babalarının, indi bunun yəli hardadır desəz, of qabaqdadır. Adolfun babalarının bacıları were welcomed, qarşılandılar. Necə? As heroines, qəhrəmanlar kimi. Bu belə idi. Səhv burada xəbərin cəmliyi və yaxud da sisterin təkliyində. Were the sisters of Adolf's and Nora's? İndi bayaq dediyim kimi, hərənin öz apostrofu varsa, onlara aid olan isim də cəm olmalıdır. Adolfun və Nora'nın babalarının bacıları, başqa səhv yoxdur. Bacıların da xəbəri cəmdir, bu da düzdür. Sadəcə Adolfun öz babası var, buradan bəllidir. Nora'nın öz babası var, o da buradan bəllidir. Və salam, düzgün cavab C variantı. 8-ə baxırıq. Qrammatik baxımdan səhv istəyir bizdən. Aunt Barbara's family were having breakfast when a loud noise aroused at the door. Aunt Barbaranın ailəsi kollektiv isimlərin uzlaşmasında dedi ki, əgər ailə üzvlərinin hər birinə aiddirsə xəbər, o zaman cəm götürə bilərik. Yəni, ailə hamısı, hər biri səhər yeməyi yeyirdi. Noise da sayıla bilən isimdir, qarşısında artiklı var. Bu düzdür. Bizdən səhv istəyir. The single mother's family, tək ananın ailəsi, consists of 3 people. 3 nəfərdən ibarətdir. Her twin daughters and her.
Consist of insana aid ola bilmədiyinə görə, yəni bir insan nədənsə consist of ibarət olmaqda da, nədənsə ibarət ola bilmir. Yenə deyirəm, kollektiv ismin xəbəri burada consist ofdur. Family də kollektiv isimdir. Xəbəri mənaca həmin ismə aid ola bilmədiyi, insana aid ola bilmirsə, xəbər tək olmalıdır. Consist of, burada da family'yə aid ola bilmir consist of. Yəni, necə deyim, insan olaraq bir insan, məsələn, burada oturub bir insan nahar edə bilirdi. Amma əlim dinc durmur. Amma insan nədənsə ibarət ola bilmir. Ona görə biz xəbər tək götürməliyik. Burada da tək götürüb düzdür. Deməli, A da düzdür, B də düzdür. C-yə baxaq. Copper's ship reached the harbor safe and sound after a 80 days cruise. Burada 80 day cruise. Birinci apostrof isə baxırıq. Copper's ship, Copperin gəmisi. Düzdür, Copper yəqin ki, səyyahdır. Copperin gəmisi limana sağ-salamat çatdı. Bura kimi bir problem yoxdur. Amma cruise təkdir, artikel olmalıdır, o başqa məsələ. Sadəcə artikelin tələffüzünə görə seçimdə səhvə yol verilib. 80 E saitlə başladığına görə ən 80 day cruise olmalıydı. Səhv buradadır. D variantında James özü S-dən bitən addır. Bəzi adlar var ki, biz onları Thomas'dır, James'dir, Johnson'dır. Biz onların elə S-dən bitdiyini əzbərdən yadımızda saxlayırıq. Deməli, James apostrof var. Bu S özünün S-idir. Bu cəmlənmə demək deyil. Əgər ad S ilə bitərsə, biz ona apostrof da verə bilərik. Apostrofdan sonra S də verə bilərik. Problem deyil. Və James'in cruise'u, dəniz gəzintisi, was of great importance at that time. Burada bir problem yoxdur. Həmin dövr üçün çox böyük əhəmiyyəti var idi. 7. Y variantı. It took 7 years. Say var, saydan sonra isim cəmlənib. Berings and Chirikovs. Bering və Chirikov hərəsinin özünün apostrofu var. Deməli, hərəsinin özünün də qrupu var idi. Və qruplar da cəmlənmişdi və salam. Səhv cavab, yəni əslində düzgün cavab C variantıdır. Və orada bizdən səhv istədiyinə görə səhvə yol verilmişdi. 9-a baxırıq. Find out the grammatically correct sentence. Qrammatik baxımdan düzgün cavab istəyir bizdən. Public art. Gör cümlələr hamısı artdan başlayıb, bəzən də artı cəmləndirib. Deməli, biz fikrimizi arta, tək və cəm isimlərə bir də uzlaşmaya yönətməliyik. Public art təkdir. Has much different yox əslində form, has much different form and functions. Form and function sayılmayan isim deyil deyə much-dan işlənə bilməz. Both when it is created and in its ongoing existence. Burada problem yoxdur. Burada məsələ form and functions iki ayrı-ayrı anlayışdır və cəm olduğuna görə much vermək olmazdı. Səhv oradadır. Sonra bu getdi. O public art təkdir, xəbəri təkdir. Has many different form and function. Burada da əksinə many-dən sonra form and function'ı tək veribdir. Both when it is created and in their ongoing existence. Deməli, ictimai incəsənətin bir çox forma və funksiyaları var ki, o yaranandan bəri və o davam etdiyi müddətcə bir çox forma və funksiyaları var idi. Deməli, burada in their yox, in its ongoing, its ongoing existence olmalıydı. Its xəbəri tək olmalıydı. Bax, daha doğrusu əvəzliyi tək olmalıydı. Ona görə səhvdir. Üzr istəyirəm, bu 2 dəqiqədən bir girir başqa PDF-ə. Sonra A-nı B-ni izah elədik, keçdik C-yə. Yenə public art veribdir. Public art təkdir, amma have verib, bu dəfə xəbəri cəm veribdir. Many different forms and functions, burası düzdür. It is created and in its, bu tərəfi də düz idi. Burada problem mübtədanın tək xəbərin cəm olmalı. Public arts cəmdir. Have many different forms and functions cəmdir, düzdür. Yəni artsa görə xəbər də cəmdir. Many'dən sonraki isim də cəmdir.
And in its, it deyəndə bu public artdan söhbət gedir. Bax, səhv də buradadır ki, əgər public artsı cəmləndirmisənsə, onda their ongoing existence verməliydin. Onlar yaranandan və onların davam etdiyi müddətcə. İndi baxaq, qaldı əlimizdə bir dənə Y variantı. Public art təkdir. Xəbəri təkdir. Many-dən sonra forms and functions cəmdir. When it is created, it deyəndə söhbət public artdan gedir. It's ongoing, özünün davam etdiyi müddətcə söhbət public artdan gedir. Tək olduğuna görə it də, its də public artın əvəzlikləridir. Düzdür. Cavab Y variantıdır. Mən gərək dərsdən sonra bu Zoom-u bir dəfə silim təzdən. Zoom nə idi? Bir dəfə bu şeyi silim, proqramı təzdən yüklüm. 10. Qrammatik baxımından düzgün istəyir. Street arts yenə eyni formadadır, fikir verin. Burada arts verib cəmdir, art təkdir, art təkdir, art təkdir, art təkdir. Digər tərəfə də baxacaq. Arts verib, həz veribdir, xəbəri tək veribdir. Ona görə heç o tərəfə baxmağa ehtiyac yoxdur. Street art cəmdir, xəbəri cəmdir. Yəni özü cəmdir və xəbəri də cəmdir. Düz istəyir. A political or social message and aims to encourage the viewer to think and interpret ideas. Qoy bir dəfə tərcümə eləyim, sonra baxaq. Deməli, street arts küçə. Bayaq public ictimai incə sənətdən söhbət gedir, ictimai sənətdən. Street arts küçə incə sənəti adətən politik və sosial mesajlar verir. Və məqsədi aims to encourage nədir məqsədi? Burada aim xəbərdir. The viewer to think and interpret ideas. İzləyiciyə düşünməyə və ideyaları öz aləmində anlamağa da özününküləşdirməyə qarşısına məqsəd qoyubdur. Street arts xəbər cəmdir, isim cəmdir. İsim cəmdir, burada xəbər təkdir, burada da xəbər təkdir. Ona görə səhvdir. İndi keçdik B variantına. Street art təkdir. Have xəbəri cəmdir. Digər xəbər aims təkdir. Yəni burada bu səhvdir. Sonra keçdik C variantına. Street art təkdir. Has xəbər təkdir. Burada da aims olmalıydı. Yəni məqsədliyib də nəyisə. D variantına street art təkdir. Has xəbər təkdir. A political or social message and aims cəmdir. Təkdir xəbər. To encourage the viewer to think and interpret ideas. Bir dəqiqə. Y-yə də baxım. Street art təkdir. Xəbər usually have. Xəbəri isə cəm veribdir. Səhvdir. A political or social message and aim. Burada street arts olsaydı, bu tərəfləri düzəltməyə ehtiyac yox idi. Düzgün cavab Y variantıdır. Bizdən də düz istəyir. Təzən bir də deyim müəllimlər. Street art təkdir. 2 xəbəri var. Adətən has a political or social message. Siyasi və ya sosial mesaj verir. Xəbər təkdir. Və aims qarşısına nəyə məqsəd qoyub? İzləyiciyə, düşünməyə və ideyaları, fikirləri interpret etməyə, cəsarət verməyə qarşısına məqsəd qoyub. Has and aims. Y variantı niyə səhv idi? Street art təkdir, xəbərdə cəmdir. 2 xəbərin ikisi də cəmdir. Y variantı ona görə səhvdir. Deməli 10 oldu D variantı. 11. Positive case istəyir. The journalist report, jurnalistin reportu on the event was more comprehensive than the eyewitness of the summary. Deməli bizdən positive case istəyirsə, ya apostrof S-ə baxırıq, ya da oflu hissəyə baxırıq. Amma diqqətli olmaq lazımdır. Burada jurnalistin reportu. Bu düzdür. Jurnalist canlı isimdir, amma ümumi götürülüb, ümumi isimdir. Apostrof S götürüb, yanında ona aid olan isim var.
Report tək olduğuna görə xəbər təkdir. Bura qədər heç bir problem yoxdur. Amma the eyewitness of the summary, eyewitness şahiddir də. Summary'nin şahidi yoxsa şahidin summary'si, bax bu səhvdir. The summary of the eyewitness olmalıydı ya da ki eyewitness's summary, belə bir şey olmalıydı. Bu səhv. B-yə baxırıq. The Emperor of the Mongol Empire's goal. Deməli, Mongol imperiyasının imperatorunun məqsədi was, goal təkdir deyə xəbərdə təkdir. To unite powers through military and diplomatic efforts. Deməli, hərbi, military və diplomatik cəhdləri birləşdirmək idi. Yəni, gücü onun ətrafında birləşdirmək. Bu düzdür. Biz, ümumiyyətcə, biz ismi keçəndə, ismi yəli halında deyirik ki, o isim ki, uzun bir birləşmə daxilindədir. Orada keçən dərs qrupda da izah eləmişdim. Apostrof S-i əsas ismə yox, burada məsələn imperatorun məqsədi deyirik də. Əsas ismə yox, birləşmənin sonundakı ismə artırmalıyıq, sözə artırmalıyıq apostrof S-i. C variantı, her cats, cavab B variantı idi əslində. Is in the corner of the kitchen. Kittens, bax görürsünüz nədir? Belə olmalıydı da. Otağın küncündəki pişiyinin balaları. Bax belə olmalıydı. Her cat in the corner of the kitchens. Burada apostrof S. Kittens. Ya belə olmalıdır. Çünki bax təsəvvür eləyin ki, mətbəxin pişikləri gedir də. Belə versəydiniz, əgər burada olsaydı ki, her cats kittens, onun pişiyinin balaları, yəni bu kittens'ı bura gətirsəydim, in the corner of the kitchen, knocked over a bag of sugar. Elə təsəvvür edin ki, pişikdir otağın küncündə. Amma kittens'ı bura versəz, otağın küncündə pişiyin balası olacaqdır. Yəni nə deməkdir? Əsas ismin təyinini ondan ayırmaq olmaz. Təyini ondan ayıra bilmədiyimizə görə biz apostrof S-i ən sonuncu ismə ayırırıq. Ya belə eləyirik, ya da belə eləyirik. Kittens, the kittens of the cat in the corner of the kitchen. Əsas budur ki, cat isimdir, in the corner of the kitchen isə catə aid olan təyindir. Bunlar bir-birindən aralanmasın deyə ya sonuncu ismə apostrof S artırırsınız sonuncu sözə, ya da ki, aid olanı ofla əvvələ gətirirsiniz. The kittens of her cat in the corner. Yenə deyirəm, əsas odur ki, isim, əsas isim, burada cat əsas isimdir. Təyinindən ayrı düşməsin. Əsas budur. Ona görə burada apostrof S, bax burada olmalıydı. Supporting the unemployed needs is essential. The unemployed need. Bax bu bir dəfə miqə düşmüşdü. The unemployed nədir? İsimləşmiş sifətdir. Və onlar heç vaxtı yəli halı apostrof S ilə götürmür. The needs of the unemployed belə olmalıydı. İşsizlərin ehtiyacı. Heç vaxtı isimləşmiş sifət. The poor kasıblardır, yan gənclərdir, unemployed işsizlər və s. Bunlar heç vaxt yəli halı apostrof S-dən götürmür. Həmişə ofdan götürür. The needs of the unemployed belə olmalıydı. Sonra Y variantında Michelangelo's the most famous sculpture, the David is celebrated for its remarkable detail and artistry. Deməli, Michelangelo'nun ən məşhur memarlıq əsəri The David filan filan filan. Bu tərəfdə səhv yoxdur deyə o tərəfə baxmıram. Əsas səhv nədir? Apostrof S-dən sonra demişdik, yəli halı işlətməyin. Ümumiyyətcə, artikl işlətməyin. Ümumiyyətcə, yəli halda olan isim, yəli əvəzli, işarə əvəzli və s. və s. Bunlar artikl götürmür. Michelangelo's most famous sculpture, The David, Michelangelo'nun ən məşhur memarlıq əsəri, heykəl deyək də. Burada da artikla görə səhv oldu, 11 oldu B variantı. 12-yə baxsaq.
Hə, positive case of the noun. İsmi yiyəli halını istəyir bizdən. Və düzü istəyir. There were radical changes in the life expectancy yox, life expectancy olur. Bu birləşmə ümumiyyətlə çox istifadə olunur. Həyat gözləntiləri. Ona görə elə digər tərifləri oxumadan deyə bilərəm ki, harda gördünüzsə life expectancy. Apostrof S of falan istifadə olunmur. Bu getdi. The public health aspect that has most radically affected people's lives is clean water. İnsanların həyatına ən çox təsir edən ictimai sağlamlıq baxımından deməli ən çox təsir edən təmiz sudur. Burada nədir? The public health aspect. Apostrof S olmamalıydı. İctimai səhiyyə sağlamlıq baxımından belə yanaşır da. Sonra many mythological stories tell of heroes encounters, qəhrəmanların şücaəti. Deməli burada qəhrəmanlar cəmlənibdir. Heroes təkdir. Heroes cəmdir. Və ondan sonra da ona aid olan isim işlənibdir. Bir çox mifoloji hekayələr, mifik hekayələr, yəni qəhrəmanların şücaətindən danışır, düzdür. Although the penguin's natural habitat is in polar regions, bu da apostrof S işlənir, qütb bölgələri. Vəssalam. A person's emotional, person cəmlənirsə people olar, people's emotional state olmalıydı. Sonra internal organs, daxili orqanların, including heart və s. Düzgün cavab oldu C variantı. 13. Düzgün cavab istəyir. The astronaut's safe return to Earth was a welcome sight to millions of television viewers. Astronavtın yer kürəsinə sağ-salamat dönüşü. Bu müəyyəndir deyə. Yəni söhbətin hansı astronavtdan getdiyini yazan, izləyici, danışan hər ikisi bilir. Ona görə Astronauts safe return to Earth belə olmalıydı. Sonra B variantında Children play is an important part of their lives. Uşaqların oyunu. Children play yox, children's play. They are having fun. Başqa səhv yoxdur. It is the people right. İnsanların hüququdur. To know what the city is going to do about the housing problem. It is the people's right. Olmalıydı. Adults have their own toys and children have theirs. Bura kimi düzdür. Adults apostrof toys, yaşlıların oyuncaqları are usually much more expensive than children's. Burada da səhv budur ki children apostrof S olmalıydı. Çünki children ilə özü cəmdir. The life expectancy of infants və fikir verin burada da var idi. Dedim yuxarıdakı testdə. Dedim ki life expectancy. Infants changed extremely with the use of vaccinations. Deməli, düzdür. Cavab düzdür. 14. Düzgün cavab istəyir. A lamp of coal, bu düzdür. Kömür lampından işlənir. Bunlar nədir? Numerativ sözlərdir. Bir də kollektiv isimlərdir. Dəstə. A flock of birds düzdür. Bizdən də düz istəyir. Ona görə düzgün cavab A variantıdır. Dəstə flockla işlənir. A hive of bees düzdür. A gaggle of geese olmalıydı. Çünki quz sözü kökdən cəmlənir. A litter of puppies, a pack of wolves olmalıydı. F-dən bitənlər V-sə çevrilir. An army of soldiers düzdür. A herd of cattle olmalıdır. Yəni cattle forması cəmlənmir. An army of ants düzdür. A colony of lice olmalıydı. Lice. Louses yox. Sonra 15'e baxırıq. Find out the option in which the underlined word is wrongly expressed. A diamond necklace deməli səhv ifadə olunub da altından xətt çəkilmiş sözə aid olan variantlardan biri səhvdir. A diamond necklace was twinkling around her neck. Diamond brilyantdır. Brilyant boyunbağı almaz.
Onun boynunda was twinkling, sayrışırdı, bərq vururdu. Morphological characteristics is a noun. Morfoloji quruluşuna görə, xarakterinə görə isimdir. Diamond, bəli, yəni nitq hissəsi olaraq isimdir. Bizdən səhv istəyir, hə. Morphological categories, singular and common case. Morfoloji kateqoriyasına görə tək isimdir, düzdür. Common case adlı haldadır, düzdür. Syntactical function is an object. Sintaktik funksiyasına görə, yəni cümlə üzvüdür, sintaktik funksiya cümlə üzvü deməkdir. Object tamamlıqdır, xeyr. İsmin qarşısındadır və özündən əvvəl də artikel var. Nə boyunbağı, necə boyunbağı və ya hansı boyunbağı, brilliant, almaz boyunbağı. Deməli, bu təyindir. Burada attribute yazsaydı, ya da adjective fərqi yoxdur. Düz olardı. Deməli, səhv cavab C variantıdır. The word diamond is not compound. Diamond sözü compound deyil, düzdür, simple'dır, sadə isimdir. Lexical meaning is a transparent, extremely hard, precious stone. Leksik mənasına görə şəffaf, transparent, şəffafdır da. Həddən artıq ağır, dəyərli daşdır, düzdür. Deməli, səhv cavab C variantındaydı.